Salam, hər birinizi xoş gördük. Bugündən etibarən 2025 DİM test toplusu 2-ci hissə histologiya bölməsindən başlayaraq testlərin izahını paylaşacağam. İndi isə histologiya bölməsi ilə testimizə başlayaq. Birinci suala baxaq. Yunanca fagos sözünün tərcüməsi nədir? Bilirik ki, fagos sözünün mənası udmaq deməkdir. Mitoz sözünün mənası sap, tel, D variantı uyğun gəldi. Xondrion isə dən, dənəvər deməkdir. Sitoz sözünün mənası hüceyrə, lizis sözünün mənası lizosom sözündən götürülübdür. Lizi həll edirəm deməkdir. Membrani sözünün mənası isə dəri, örtük deməkdir. Robert Hooke aşağıdakıların hansını tədqiq edərkən hüceyrə terminini işlətmişdir? Bilirik ki, Robert Hooke mantara baxmışdı ilk dəfə olaraq. Hüceyrə termini, yəni hüceyrələrini də elə orada görüb hüceyrə terminini elmə gətirmişdi. Sentriollar, yəni hüceyrə mərkəzinin əsas funksiyası nə idi? Hüceyrənin bölünməsində iştirak etmək idi. Xarici mühitlə və qonşu hüceyrələrlə bilavasitə qarşılıqlı əlaqəni təmin edirdi. Təbiidir ki, qılaf. Yağların və karbohidratların sintezi gedir. Hüceyrə mərkəzi heç bir sintezdə iştirak etmir. B variantı qalsın. Nüvəcik yenə sintezdə iştirak etmir. Lizosom deməli həzm fermentləri olduğu üçün parçalanmır. Yalnız parçalanma reaksiyaları yerinə yetirdi burada. Hamar endoplazmatik şəbəkə və lizozom. Lizozomda yenə də hüceyrə daxili həzmi yerinə yetirirdi. Yəni qida maddələrini parçalamağa xidmət edirdi. Bizə geriyə qalan yalnız oldu burada B variantı. 11-ə baxaq. Həyat fəaliyyətləri üçün zəruri olan zülallar sintezi olunur. Biz bilirik ki, iki membranlı orqanoidlərdə, mitoxondriya və plastidlərdə həyat fəaliyyətləri üçün onlar özlərinə, yəni belə deyək, üzvü maddə sintez edə bilirdilər. Həm də onlar özləri ikiyə bölünə bilirdilər, çünki tərkiblərində DNT var idi. 12-ci suala baxaq. Membransız hüceyrə strukturları hansıdır? Nüvə iki membranlı, bunlar hamısı iki membranlıdırlar. Ribosom membransız, hüceyrə mərkəzi membransız və nüvəcik membransızdır. Elə düzgün cavabımız B variantıdır. 13-ə baxaq. Bir membranlı hüceyrə strukturları hansılardır? Polisom və hüceyrə mərkəzi bunlar deməli membransızdırlar. Nüvə iki membranlıdır. Bizə bir membranlı lazımdır. Ribosom membransızdır. Lizosom bir membranlı, Golgi bir membranlı və endoplazmatik şəbəkə, yəni EPŞ də elə bir membranlıdır. 13-də düzgün cavabımız olacaq D variantı. 14-də baxaq. Hüceyrədə olan karbon qazını hansı orqanoidlər istifadə edirlər? Biz bilirik ki, karbon qazını istifadə edən xloroplastlardır. Fotosintez zamanı istifadə edib özləri üçün üzvü maddə yaradırdılar. 14-də düzgün cavabımız oldu C variantı. Ali bitki hüceyrələrində olmur. Ali bitki hüceyrələrində əgər dərslikdə, yəni normal şəkildə, düzgün şəkildə oxuya bilmisinizsə, yəqin ki, yadınıza düşəcək. Biz bilirik ki, ali bitkilərdə hüceyrə mərkəzinə rast gəlinmir. Sərbəst oksigen əmələ gətirə bilər. Sərbəst oksigen əmələ gətirə bilən təbii ki, xloroplastdır, çünki fotosintez zamanı üzvü maddə və oksigen əmələ gəlirdi. Hüceyrəyə daxil olan oksigenin çox hissəsini işlədən orqanoid mitoxondridir, çünki glikoliz və eləcə oksigenli mərhələ mitoxondridə gedirdi və parçalanma zamanı oksigendən istifadə edirdi. Heyvan orqanizmində hüceyrə tənəffüsünü təmin edən quruluş və ya orqanoid. Yenə deyirik, hüceyrə tənəffüsü əgər oksigendən çox istifadə edirdisə, deməli mitoxondri həm də hüceyrə tənəffüsünü yerinə yetirirdi. 18-də düzgün cavabımız olacaq Y variantı. 19-a baxaq. Hansı hüceyrə ən sadə quruluşa malikdir? Baxın, buradakıların hamısının nüvəsi var. Bir dənə streptokokdur ki, bu da bakteriyalara aiddir, kok bakteriyalarına. Bunlarda nüvə yoxdur, ona görə də ən sadə quruluşa malik olan elə streptokokdur. Lizosomlar harda formalaşır? Lizosomlar Golgi kompleksində formalaşırdı. Bitki hüceyrəsinin ikiyə bölünmə yolu ilə çoxalan orqanoidləri. İkiyə bölünmə yolu çoxalan orqanoidləri əvvəlki testdə izahatını verdim. Dedim ki, mitoxondri və plastidlərin tərkibində DNT olduğuna görə onlar ikiyə bölünərək çoxala bilirlər. 22-ci testə baxaq. Bitki hüceyrəsinin nuklein turşularının sintezini həyata keçirən orqanoidlər. Nuklein turşularının sintezinin həyata keçirildiyi orqanoidlər yenə də mitoxondri və plastidlərdir. Burada da düzgün cavab olacaq B variantı. Yunan mənşəli karyon sözünün tərcüməsi. Karyon sözünün mənası nüvə deməkdir. Nüvənin latıncada mənası yenə də nukleus deməkdir. Ona görə də düzgün cavabımız olacaq B variantı. Hüceyrənin inkişaf vahidi olmasını ilk dəfə sübut etmişdir kim? Təbii ki, bu Karl Beer idi. Elə Karl Beer dərslikdə də verilmişdi ki, yumurta hüceyrəni tapmışdı və beləliklə sübut etmişdi ki, bütün canlı orqanizmlər öz inkişafını mayalanmış yumurta hüceyrədən götürür. Ona görə də hüceyrənin inkişaf vahidi olmasını da elə ilk dəfə olaraq Karl Beer demişdi.
25-ə baxaq. Heyvan hüceyrəsində iki hissəcikdən, yəni cisimcikdən ibarətdir. İki hissəcikdən ibarət bilirik ki, hüceyrə mərkəzi idi, bir-birinə perpendikulyar iki cisimcikdən ibarət idi. Bir də ribosom idi ki, iki müxtəlif ölçülü cisimciklərdən təşkil olmuşdu. 25-də düzgün cavabımız oldu A variantı. 26-ya baxaq. Hüceyrədə müxtəlif ölçülü iki hissəcikdən, müxtəlif ölçülü iki hissəcik ribosomdur, Y variantı. Bir-birinə perpendikulyar yerləşmiş iki cisimcik isə hüceyrə mərkəzi idi, B variantı. 28 bütün canlı hüceyrələrdə olan struktur, bütün canlılarda rast gəlinən struktur yalnız ribosomdur. Hüceyrənin hansı orqanoidi hesabına plazmatik membranın təzələnməsi prosesi baş verirdi? Biz bilirik ki, hüceyrənin plazmatik membranın təzələnməsi Holgi kompleksi hesabına baş verirdi. Dənəvər endoplazmatik şəbəkə üçün yanlışdır. Deməli, kanal və boşluqlarının membranında çoxlu miqdarda ribosomlara rast gəlinir, düzdür. Bir membranlı hüceyrə strukturu düzdür, zülal sintezində iştirak edir, dənəvər olduğuna görə düzdür, çünki ribosomu var idi. Bakteriyalarda təsadüf olunmur, düzdür. Demək, burada səhv olan bir dənə oldu, mitoxondri olan hüceyrələrdə təsadüf olunmur. Xeyr, membranlı orqanoidlər, məsələn, bir membranlı hardadırsa, iki membranlı da mütləq şəkildə orada olurdu. 31-ə baxaq. Həm prokaryot, həm də evkaryotlara xasdır. Deməli, nuklein turşuları həm prokaryotlarda, həm də evkaryotlarda olurdu. Burada da düzgün cavabımız oldu C variantı. 32 ilə davam eləyək. Deyir ki, bitki hüceyrəsində karbohidratların sintezi və toplanması müvafiq olaraq baş verirdi. Karbohidratlar bilirsiniz ki, xloroplastlarda sintezlənirdi, leykoplastlarda isə toplanırdı. ATF sintez olundu, yəni enerjinin yarandığı hissə orqanoid mitoxondrilər idi. Qran nə idi? Qran bilirsiniz ki, xloroplastların daxili hissəsi idi, daxili strukturu idi. Burada da elə düzgün cavabımız olacaq D variantı, xloroplastın daxili membranının yaslaşmış strukturudur. Krista nədir? Kristada yəqin ki, hamı bunu əzbər bilər. Çünki krista mitoxondrinin daxili membranının qırışlı hissəsi idi. Hüceyrənin ən qədim orqanoidlərindən biri. Hüceyrənin ümumiyyətlə ən qədim struktur və yaxud orqanoid fərqi yoxdur. Hamısını bir yerdə deyəndə deyirik ki, ribosom, xromosom və qamçı ən qədim strukturlardır. Burada da ən qədim orqanoid dediyinə görə mən götürürəm buradan qamçısını. Çünki bakteriyalarda ilk dəfə bunlara bakteriyalarda rast gəlindiyinə görə bunlar ən qədim hüceyrə strukturları sayılırdı. Ən qədim hüceyrə strukturu yenə də burada dedik ki, xromosomdur. Bayaq dediyim kimi ribosom, xromosom, bir də qamçı ən qədim hüceyrə strukturları idi. Hüceyrədaxili həzm prosesini həyata keçirən orqanoidin formalaşdığı bir membranlı orqanoid. Formalaşdığı dediyinə görə, yəni bu hüceyrədaxili həzmi yerinə yetirirdi, bilirik ki, lizosomlar, onların da formalaşdığı bir membranlı orqanoid isə, deməli, Holgi kompleksi idi. Karyon sözünün Yunan dilindən tərcüməsi. Karyon nüvə deməkdir, D variantı. Nukleoz sözünün mənası yenə də nüvə deməkdir. Qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara yaxın olan iki membranlı təbii ki, orqanoid mitoxondridir. Quruluşuna görə mitoxondriyə yaxın da elə yenə də xloroplast olacaq. 43 ilə davam edək. Deməli, xlorofilə canlıların neçə ailənin nümayəndələrində təsadüf edilir? Bilirsiniz ki, 4 dənə canlıların 4 aləmi var idi. Hansıları idi? Bitkilər, heyvanlar, bakteriyalar və göbələklər. Göbələklərdə xlorofil yox idi, amma geriyə qalan bu 3 dənə aləmdə isə xlorofilə rast gəlinirdi. Ona görə də burada düzgün cavabımız olacaq Y variantı. 44-ə baxaq. Bitki orqanizmində hüceyrə tənəffüsünü təmin edən struktur və yaxud da orqanoid mitoxondri idi. Hansı canlılarda hüceyrə divarına rast gəlinir? Biz bilirik ki, hüceyrə divarına rast gəlinirdi harda? Bitkilərdə, göbələklərdə və bakteriyalarda. İndi baxaq ki, bizə uyğun gələn hansıdır? Burada bir dənə amöb heyvandır. Onda glikokalix var. Amöbü çıxırıq. Geriyə qalan heyvan və bakteriyalar orada 1, 2, 3, 4. O da düzgün gəldi. Demək, C variantına. 46-ya baxaq. Laboratoriyada bir hüceyrəni mikroskopla araşdıran bir tələbə onun evkaryot bir canlıya aid olduğu qənaətinə gəldi. Yəni, nüvəli canlıya aiddir. Buna səbəb aşağıdakılardan hansı ola bilər? İrsi materiala malik olma bakteriyalar nüvəsizdir, onlarda da var. Transkripsiya prosesi stoplazmada getməsi, bakteriyalarda nüvə yox idi, stoplazmadaydı hər şey. Membransız orqanoid yenə də bakteriyada var idi, ribosom idi, yəni prokaryotda var idi, bakteriya dediyim. Hərəkət orqanoidə malik olmaq yenə də prokaryotlarda, məsələn, qamçı var idi, ona görə də bunu da götürmürük. Amma deyir ki, 2 lipid zərcəsinə malik orqanoidin olması, yəni bir membranlı orqanoidin olması. Ona görə də 46-da düzgün cavab olaraq B variantını götürürük. 47-yə baxaq. Bir hüceyrələrin yalnız bir qismində rast gəlinir. Bir hüceyrələrin yalnız bir qismində rast gəlinirsə, bu hüceyrə divarıdır. Çünki heyvanlarda hüceyrə divarına rast gəlmir. Heyvanlarda bir hüceyrəli və çox hüceyrəli olurdu. 48 nə idi?